Salam, hər vaxtınız xeyir olsun. Gəlin 34-cü sualın izahına baxaq. Uyğunsuzluq istəyir bizdən. Kim qorumur öz dilini, qoy buradan içsin ilim ilim. Budaq cümləsi baş cümlədən öncə gələn tabir mürəkkəb cümlədir. Bəli, burada budaq cümləmiz əvvəl gəlib, baş cümləmiz sonra gəlib. Çünki bağlacı söz işlənib. Elə yeni ev-eşik düzəldib şad-xürrəm yaşamağa başlamışdıq ki, vəzirin nökəri ona şəraitdə. Nə zaman? Vəzirin nökəri ona şəraitdə. Lakin ikinci cümlədə də budaq cümləmiz öncə gəlib. Deməli, bir burada yox, burada yazılmalı idi. Yanlış. Bağlacı söz bağlacı vasitədir. Bəli, ikinci cümləmizdə biz görürük ki, bağlacı söz yoxdur, lakin birinci cümlədə var. 2 doğrudur. Baş cümlədə frazoloji birləşmə var. Deməli, bunu ortaq hissəyə verib. Lakin birinci cümlədə biz frazem görmürük. Deməli, 3 yanlış yerə yazılıb. Budaq cümlədə ədat yoxdur. Baxaq. Elə yeni ev-eşik burada elə ədatdır. Yəni, ortaq hissədə ədat yoxdur deyir. Burada var axı. Deməli, 4 yanlışdır. Bağlacı vasitədir. 5-i bura yazıb. Deməli, başlamışdıq ki, bəli, birinci cümlədə bağlacı işləməyib, lakin ikinci cümlədə var. Doğrudur. Budaq cümlədə işarə əvəzliyi var. Elə burada axı işarə əvəzliyi deyil, ədatdır. Deməli, 6 da yanlış olacaq. Bizdən uyğunsuzluğu istəyirdi. Doğru cavab olacaq A variantı.